Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, niyə cavan gənclərin əksəriyyəti, yəni söhbət oğlanlardan gedir, oğlan cinsinə mənsub olanlar, universiteti bitirdikdən sonra işsiz qalırlar. Amma bəzi gənc qızlar savadlarının yetəri qədər olmaması halları yaransa da, yaxud kifayət qədər həmin ixtisası bilməsələr də, əksər müəssisələrdə dövlətin 5-10%, şirkətin isə lakin 50-60%-də işə qəbul prosesi çox asan və çox sürətli gedir. Bunu bəlkə də bəziləriniz bilirsiniz, bəlkə də bilmirsiniz bunun cavabını. Ümumən, əksər şirkət müəssisələrini açan şəxslər qarşı tərəfdən istismar məqsədi ilə nəzərdə tutulub. Bilirsiniz hansı məqamlardır bunlar? Doğrudur, çox qeyri-etik yerlərə gedir bu kimi ifadələr və hansı ki, göz qabağında olan şirkət açdım, bir cavan qızı da işə də götürüldü və o cavan qıza sən fahişəsən kimi nə qədər çox kobud və qeyri-etik səslənsə də acı reallıqdır. Kimi gözü ilə baxılır. Və nəticə etibarı ilə də həmin işə götürülən şəxs əgər həqiqətən də əxlaqdan kənar tərbiyəsiz biridirsə, ona veriləcək reaksiyası təbii ki, sətiraltı, yəni sublimal olsa da olacaq. Amma bəzən həqiqətən namussuz, əxlaqsızda söhbət etmir burada. Namuslu, əxlaqlı olan insan tüpürüm sənin işivə deyib, hətta biraz yeri gəlsə bir sifətinə də şillərini də birində otuzdurub, işindən ayrılanlar da az olmaz. Amma hər hal qarşılıq verənlər də daha çox olar. Niyə? Çünki ən azından gələcəyini, karyerasını quran bəzi dırnaqarası insanlar o kimi qeyri-etik şeylərə reaksiya vermirlər. Mən də səndən istifadə edərəm reaksiyası və bir sıra qeyri-etik hallar yaranır. Və nəticə etibarı ilə də bu kimi hallar 1-ə 5 artır və get-gedə də artmaqdadır. Ona görə hər zaman hər hansı bir sahə olsun, xüsusən oğlan, qız fərq etməz. Əxlaqın yerindədirsə, o şey sənin savadın varsa, gecə-tezi səni tapacaq. Sən şərəfsiz olub şərəfini itirməkdənsə, əxlaqsız olub əxlaqını itirməkdənsə və onu heç vaxt qazana bilməyəcəyini fakt bilirsən. Amma ən azından bu kimi meyarlar yerində qaldığı təqdirdə, təbii ki, hər zaman savadın və digər şeylər yerində olduğu təqdirdə meyarlar və öz yerini tapacaq. Və nəticə etibarıyla bu nə dinə bağlanmır, nə fəlsəfəyə bağlanmır. Sadəcə olaraq bəzi şeylər vaxt zamanını gözləyir. Məsələn, adam var 5 ildir işsizdir, xəbər tutursan, 6 aydan sonra xəbər tutursan ki, hər hansı bir yüksək vəzifədədir. Halbuki aşağı vəzifəyə də gedə bilmirdi. Yəni, hər hansı bir alçaq, kiçik bir vəzifə strukturunda tuta bilmirdi. Və nəticə etibarı ilə də və son olaraq, ixtisasından, peşəsindən, işindən asılı olmayaraq, sahənin çalış mükəmməl ol. Mükəmməli ola bilməsən də normaldan 1+ yüksəkdə olmağa çalış. Aşağıdan qaç. Çünki bəzi tələbələr ali təhsil müəssisələrində oxuyan zaman universitetdə həmin 4 il müddəti yaxud tibbdə oxuyurlarsa 5 il müddəti yola vermə gözü ilə baxdıqdan sonra diplomun var da, niyə iş tapılmır ki? Sən hansı savadın yiyəsisən ki, iş tapılmasın? Səhərdən axşama kimi, yiyəsiz kimi o bu küçədə gəzəndən sonra təbii ki, iş tapa bilməyəcəksən. Yaxud boş-bekar, avara-avara günü yola verdikdən sonra. Ona görə ən azından bu 4 illik müddəti həqiqətən oxuyub təhsil alıb başa vurmaq lazımdır. Bu qədər. Psixoloji dəstək və yaxud psixoloji hər hansı bir xəstəliyiniz varsa, seanslara yaza bilərsiniz. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir.